Salam, hər vaxtınız xeyir olsun. Bu gün mən sizə fiqur ədəd əlaqəsi mövzusundan 2-ci sinif üzrə bir neçə test tapşırığı nümunəsinin həllini göstərəcəyəm. Fiqur ədəd əlaqəsi şagirdlərin bir qədər çətinlik çəkdiyi mövzulardan biridir. Bunun bir neçə qanunu var ki, qaydası var ki, onu bilmək lazımdır. Gəlin baxaq birinci sualımıza. Bizə belə bir dairə verilib və dairənin içərisində müxtəlif rəqəmlər var. Biz əsasən fiqur ədəd əlaqəsində həmişə yox, əsasən bunlara qarşı-qarşıya baxırıq. Bax, 75-in qarşısında sual işarəsi, 37-nin qarşısında 10, 9-un qarşısında 45, 22-nin də qarşısında 4. Biz fikirləşməliyik ki, 37-dən 10-u, 45-dən 9-u, 22-dən 4-ü necə alarıq? Uşaqlar, burada qeyri-aşkar əməllərin yanaşı bax qanununa baxmaq lazımdır. Necə? Biz buna 22 kimi yox, 2 kimi baxmalıyıq. 2 və 2 kimi. Yəni 2 üstəgəlinsin 2 bərabərdir 4. 3 üstəgəlinsin 7 bərabərdir 10. 4 üstəgəlinsin 5 bərabərdir 9. İndi məndən nə istəyir? 75-i istəyir də. 7 ilə 5-in cəmi bərabərdir 12. Cavab A variantı. İndi gəlin ikinci sualımıza keçək. Aha, deyir sual əvəzinə hansı ədəd yazılmalıdır? Uşaqlar, belə misallarda, belə suallarda əsasən bunu bir kərpic kimi təsəvvür edin. Bu kərpicin orta nöqtəsi hara baxır? 12-yə. Yəni 30-la 18-in orta hissəsi 12-yə baxır. Bu nə deməkdir? Yəni burada mən belə bir nəticə çıxararam ki, 30-dan 18-i çıxsam alınar 12. Baxın, 18 ilə 10-un orta nöqtəsi hara baxır? 8-ə. Orta xətti deyək də. Bax, 18-dən çıxaram 10-u, alaram 8. Aha. İndi biz burada nə etməliyik? Buranı silək. Biz burada nə etməliyik? Aha. 10 B 7. Düzdür? Aha. Onunla B-nin orta nöqtəsi nədir? 7-dir. Biz burada nə edirik? Nə etməliyik? Ondan B-ni çıxmalıyıq, almalıyıq 7. Aha, 7-ni B-ni nə taparıq? 3. Ondan 3 çıxanda alınır 7. B-yi altına yazıram 3. İndi A-ya baxaq. Deyir ki, A-dan biri çıxanda alınır neçə? 3. A çıxılsın 1 bərabərdir 3. A-yımız nəyə bərabər olar? 4-ə. Aha, burada da yazıram 4. Burada da oldu 3. 4 ilə 3-ün cəmi elədi 7. Ümidvaram ki, hər kəsə aydın oldu. Aha, daha sonra 3-cü misalımıza baxaq. Uşaqlar, 3-cü misalda necədir? Ümumiyyətlə, fiqur ədəd əlaqələrində eyni formalı, eyni rəngli fiqurlara bir yerdə baxmaq lazımdır. Bu necə eləyərəm? Bax, 4 ilə 6 mavi fiqurun içərisindədirlər, mavi rəngin içərisindədir. Ona görə mən 4 ilə 6-nı toplayaram, alaram 10. 10-dan 3 çıxaram, nə alaram? 7. Gördünüz, ortada yazılıb 7. Ümumiyyətlə, uşaqlar, fiqur ədəd əlaqələrində 95% deyək də, 95% sual işarəsi hara qoyulubsa, oranı tapmağa çalışın. Yəni, başa düşdünüz? Sual işarəsi hara qoyulubsa, yəni biz bu 3 rəqəmdən sualı tapmalıyıq. İndi bax, neynədim? Göy işarələri neynədim? Topladım. 8 ilə 5-i topladım, aldım 13. 13-dən nəyi çıxacam? 3-ü. 13-dən də çıxdım 3, aldım neçə? 10. Bu qədər bəsit. Aha. Daha sonra 4-cü misalımıza baxaq. Uşaqlar, 4-cü misalda bizə sanki bir ulduz verilib, ortada bir xətt verilib və bizə bunun sual işarəsi əvəzinə hansı ədəd yazılmalıdır, onu tapmalıyıq. Uşaqlar, belə misallarda ümumiyyətlə fiqur ədəd əlaqələri olsun, qeyri-aşkar əməllər olsun. Həmişə toplayın. Bax, məsələn, mən birinci nə edərəm? 11 ilə 13-ü toplayaram. Qarşı-qarşıyadır da, düzdürmü? Alındı 24. Aha, sonra nə edərəm? 17 ilə 13-ü toplayaram. Bu neçə elədi? 30. Düzdür? 30-dan 24 çıxaram, alaram 6. Gördünüz? Nə etdim? Qarşı-qarşıya hər ikisini topladım. Sonra alınan cəmdən bir-birlərini çıxdım. İndi bax, sual işarəmizə baxaq. 7 ilə 8-i toplayaram. Neçə elədi? 15.
12 ilə 28-i toplayaram. Neçə elədi? 40. Düzdürmü? Burada C variantı düşməyib. 40-dan 15 çıxaram. 25. Düzdür? Çox güman ki, C variantıdır. C variantımız düşməyib. Aha. Daha sonra gəldik 5-ci suala. Aha. Uşaqlar, mən bayaq 3-cü sualda nə dedim? Dedim ki, eyni formalı fiqurlara bir yerdə baxmaq lazımdır. Və sual işarəsi hara qoyulubsa ora tapılır. Bunu necə eləyərəm? Bəzi uşaqlar deyir ki, necə tapmaq olar? Onunla 25-dən 30-u necə taparam? Burada nə edərəm? Onu bölərəm 2-yə. Alaram 5. 5-in üzərinə 25 gələrəm. Alaram 30. Və yaxud da bunu uşaqlar necə tapır? Bax, uşaqlar, nə edə bilərsiniz? 30-dan 25-i tez çıxın. Neçə aldınız? 5. Aha, sənin əlində 25 var da, sən fikirləşməlisən ki, mən bu 10-u 5-ə necə çatdırım? Sadəcə 2-yə bölməklə 5-ə çatdırmaq mümkündür. Baxın indi, 14-ü 2-yə bölsəm, alaram 7. 42-nin üzərinə 7 gəlsəm, alaram neçə? 49. Aha, indi sual işarəmizi tapaq. Sual işarəmizi 18-i 2-yə böləndə neçə edir? 9. 9-un da üzərinə 17 gəlsəm alınacaq 26. Yəni neçə? A variantı. Ümidvaram hər kəsə aydın olur. Sonra keçirik 6-cı suala. Uşaqlar, bu tip suallarda fiqurun tərəf sayına mütləq baxın. Tərəf sayı. Niyə tərəf sayına baxmalıyam? Bax, 28 nəyin içindədir? 4 bucağın içindədir. 28 4 bucağın içində nə alıb? 24 alıb. Uşaqlar, 4 bucağın neçə tərəfi var? 4 tərəfi var. Ona görə mən nə edərəm? 28-dən çıxaram 4-ü. Nə alaram? 24. Bu qədər bəsit. İndi bax, 40 nəyin içindədir? 5 bucaqlının. 40-dan çıxaram 5-i. Alaram 35. İndi baxaq, 33 nəyin içindədir? 6 bucaqlının, düzdürmü? 33-dən də 6 çıxaram. Alaram 27. Əla. İndi keçdik 7-ci sualımıza. Aha. Bax, deyir ki, sual işarəsi əvəzinə hansı ədəd yazılmalıdır? Mən bunu nə edərəm? Bu sual biraz fərqli bir sualdır. Bax, nə edib uşaqlar burada? Bu 7 ilə 4-ü görürsünüz. Bu 7-dən çıxıb 4-ü. Neçə alıb? 3. Gətirib yazıb birinci hissəyə 3. Bu 5-dən 2-ni görürsünüz. Bu 5-dən bu 2-ni çıxıb neçə alıb? 3. Nə edib? Gətirib yazıb bura 3. İndi bir sual işarəmizə baxaq. 5-dən mən çıxaram 4-ü. Neçə elədi? 1. Uşaqlar, bir də bir şey deyim, variantla işləməyi öyrənin. Deməli, mənim rəqəmim 1 ilə başlamalıdır. Avtomatik B variantı ilə C variantını silərəm. Cavab olur A variantı. Amma gəlin bunu da yoxlayaq da. 8-dən də çıxıram 6-nı. Neçə elədi? 2. Gətirəm, buraya yazıram 2. Cavab oldu neçə? 12. Biraz fərqli tip sualdır. İkinci siniflərin çox da ağlına gəlməyəcək bir sual tipidir. Aha, gəldik 8-ci sualımıza. Uşaqlar, 8-ci sualımız necədir? 5 ilə 2-ni toplayırıq. Bax, sual işarəsi hardadır? Buradadır. Deməli, mən bunlardan yuxarıdakı rəqəmi tapmalıyam. Sual işarəsini tapmalıyam. Baxıram, gəlirəm burada 5 ilə 2-ni toplayıram. Neçə elədi? 7. Aha. 7-ni tapdım. Uşaqlar, 7-ni 21-ə necə çatdıraram? 3-ə vurmaqla da. 3 hardadır? Şu bucaqlara bax. Gördün? 1, 2, 3. 3 dənə 3 bucağım var. 7-ni vururam 3-ə. Alıram 21. Nə etdim? Rəqəmləri topladım. Vurdum 3 bucağın sayına. İndi gəlin bura baxaq. 3 ilə 1-i toplayacağım. 4. 4'ü vuracağım neçəyə? 6 dənə 3 bucaq vardı orada. Düzdürmü? 4'ü vurdum 6'ya, aldım 24. Cavab oldu A variantı.
Bu da sadə suallardan, rahat suallardan biridir. Aha. İndi nə edirik? Uşaqlar, burada çapda düşməyib qarşı-qarşıyadır əslində. Bax, bayaqkı sual kimidir. 7-nin qarşısında 92 var, 83-ün qarşısında 5 var, 62-nin qarşısında 4 var, 60-ın qarşısında nə olur? Uşaqlar, mən 92-dən necə 7 alaram? Belə ala bilmərəm. Çətinliklə alaram. Amma neyniyərəm? Mən buna yanaşı baxaram. 9-dan 2 kimi baxaram. 92 kimi yox. 9-dan tez 2-ni çıxaram, alaram 7. Gördünüz? Bax, 83-ün qarşısında nə var? 5 var. 80-dən 8-dən 3 çıxaram, alaram 5. 62-nin qarşısında nə var? 4 var. 6-dan 2 çıxaram, alaram 4. Onda mən 60-ın qarşısında nə yazmalıyam? 6-dan çıxaram 0-ı, alaram 6. Bu qədər bəsit. İndi gəldik 10-cu suala. Uşaqlar, 10-cu sual nə edirik? Bax. Görürsüz, ox verilib də. Bax, bu oxda bu dairələr necədir? Bir yerdədir. Əgər bu dairələr bir yerdədirsə, deməli biz bunları bir istifadə eləyəcəyik. Yəni bir həll eləyəcəyik. Nə edərəm? Birinci toplayaram. 9 ilə 7-nin cəmi neçə eləyir? 16. Aha. Mən bildim ki, bunların cəmi 16-dır. Mən gətirərəm bu 16-dan bu 2-ni çıxaram. Çıxdım. Neçə elədi? 14. Gördünüz? İndi baxın, deməli bu ikisini topladım. Buradakı dairədən çıxdım, aldım 14. Nə edirəm indi? 8 ilə 6-nın cəmi neçə eləyir? 14. Bu da 14. 14-dən 3 çıxaram, alaram 11. Gördünüz, bu qədər bəsit. 11-ci sual. 11-ci sualı bəzi uşaqlar çaşırlar. Niyə çaşırlar? Baxın, burada verilən rəqəmlər elə bir rəqəmlərdir ki, bu rəqəmlər 3-ə bölünə bilir. Biraz qarışıqdır. Məsələn, 27 ilə 9-da necə alaram? 27-ni 3-ə bölərəm, 9 alaram. Uşaqlar bunu çaşırlar. Məsələn, 12-ni 4-ə vuraram, 48 alaram. Yəni, bunu uşaqlar çaşırlar. Amma nədir bu? Biz buna 27 kimi yox. 2 və 7 kimi baxırıq. 2 və 7. Nə edirəm? 2 ilə 7-ni toplayıram. Neçə elədi? 9. 4 ilə 8-i toplayıram. Neçə elədi? 12. İndi baxın, 8 ilə 8-i toplayacağam. Nə alacağam? 16. Bu qədər bəsit. İndi keçdik 12-ci suala. Uşaqlar, 12-ci sualda, bax, yenə deyirəm, həmişə birinci çalışın toplayasınız. Qarşı-qarşıya. Düzdür, yanaşı, məsələn, 16 ilə 13 də olur arada. Amma baxın, oxlar belə verilibsə, daha çox toplayın. Bax, 16 ilə 4-ü topladım. Neçə aldım? 20. 13 ilə 7 topladım. Neçə aldım? 20. Deməli, bu nə deməkdir? Qarşı oxların cəmi bir-birinə bərabərdir. İndi gəlin baxaq. Bunu necə taparıq? 24 ilə 16-nı toplasam, eləyəcək 40. Düzdürmü? İndi buna bir x deyək də. 7-nin üzərinə x gələndə eləyir 40. X neçə olar? X bərabərdir. Yəqin ki, hər biriniz tənliyi bilirsiniz. 40 çıxılsın 7. X də bərabərdir 33-ə. Deməli, mənim buradakı rəqəmim nəymiş? 33 imiş ki, 33 ilə 7-nin cəmi 40 eləyir, 24 ilə də 16-nın cəmi 40 eləyir. Cavabımız C variantı. Yenə deyirəm, uşaqlar, bu çox rahat, asan mövzulardan biridir. Düzdür, bəzən uşaqlar çətinlik çəkirlər. Sadəcə bu, qeyri-aşkar əlaqələrin fiqurlarla verilmiş bir hissəsidir. Yəni, qeyri-aşkar əməlləri bilirsinizsə, onun qaydalarını bilirsinizsə, fiqur ədəd əlaqələrini çox asanlıqla öyrənə bilərsiniz. Çox sağ olun, uşaqlar. Hər birinizə uğurlar arzu eləyirəm. Digərlərini də özünüz işləyərsiniz. Sağ olun.